Salam, hörmətli abituriyentlər. Bugün Nurəddin əsərinin təhlilinə baxacağıq. Əvvəlcə əsəri oxuyaq, vacib məqamları vurğulayaq. Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Bu tacirin Həlimə adlı arvadı camalda gözəl olduğu kimi xasiyyətdə də gözəldir. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm, qüssəsi yox idi. Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqir füqarasına pul və xörək payladı. Deməli, biz Leyli və Məcnun əsərində də Məcnun dünyaya gələndən sonra onun valideyni pul və belə deyək də bəxşiş paylayır. Biz bunu Leyli və Məcnun əsəri ilə ortaq götürə bilərik. Oğlunun adını Nurəddin qoydular. Bir dəfə Hacı Nəsir oğlu üçün kibrit qutusu irilikdə bir Gülüstan kitabı gətirmişdi. Həlimə bu qəribə şeyi hardan aldığını soruşduqda Hacı Nəsir cavab verdi. Bir gün bazardan qayıdarkən bir nəfəri körpü üstündə ağlayan gördüm. Mən dayanıb bunun səbəbini soruşdum. Kişi dedi, mən bir kasıb adamam, əslim İranlıdır. Əldə xırdavat satmaqla 300 manat pul düzəldib, bura gəldim ki, mal alıb aparam. Bir saat bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar. Bu kişinin halına ürəyim yandı. Cibimdən 300 manat çıxarıb dedim. Al kişi, bu sənin 300 manatın. Get mal al, kəsbindən qalma. Qazanıb sonra pulunu qaytararsan. İndi isə balaca Nurəddinimə dua et. Kişi əlimdən öpüb adımı və mənzilimi soruşdu. Sevinə-sevinə çıxıb getdi. Axşam mənzilimdə çay içdiyim zaman həmin kişi içəri daxil olub, Hacı, sovqat üçün bundan əziz bir şey yoxdur deyə Gülüstan kitabını mənə uzatdı. Qoy, mən Rəhim tərəfindən sevgili övladınız Nurəddinə sədinin bu Gülüstan kitabı yadigar olsun. Deməli, biz görürük ki, burada kitab bağışlama hissəsi var. Başqa hansı əsərlərdə kitab bağışlama var? Deməli, İblis əsərində var. Daha sonra Xurşidbanu Natəvan əsərində var. Ondan sonra Açıq Kitab romanında var. Və həmçinin də Nurəddin hekayəsində kitab bağışlama hissəsi var. Bunları eyniləşdirə bilərik. Sonra dübarə razılıq edib getdim. Həlimə kitabı ipək parçaya tikib Nurəddinin boynundan asdı. Oğlum böyüyəndə bu kitabı oxuyar dedi. Nurəddin böyüyüb 8 yaşına çatdı. Hacı Nəsir oğlunu məktəbə qoydu. Nurəddin oxumaqda birinci şagirdi idi. Deməli, bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan döşəyə düşdü. Hacı Nəsir bir neçə məşhur həkim gətirdisə də onu sağalda bilmədi. O, Nurəddin deyə-deyə vəfat etdi. Deməli, Həlimənin ölməsinə səbəb hamamdan çıxıb özünü soyuğa verməsidir. Anasının vəfatından sonra Nurəddində böyük qəmginlik görünürdü. Ancaq biliyi ilə müəllimlərini heyrətə gətirirdi. Hacı Nəsir evlənmək fikrinə düşür. Qeyri şəhərdə sakin olan şəriyi ilə hesab çəkməyə getmişdi. Bu şəhərin 20 versliyində kənddə Hacı Nəsirin İmamverdi adlı tanışı vardı. Deməli, Hacı Nəsirin kəndə getməyə səbəb, yəni evlənməsi deyildi. O getmişdi şəriki ilə hesab çəkməyə. İndi ardına baxaq. İmamverdi onu mehribanlıqla qarşıladı. Sonra üzünü qızına sarı tutub dedi. Gülpəri, tez ol, nahar tədarük et. Hacı Nəsir yol gəlib acdı. Gülpəri qısa boylu, dolu əndamlı, qara buğdayı, bəd xasiyyət, 23 yaşında bir qız idi. Deməli, biz görürük ki, burada Gülpəri haqqında, Gülpərinin xarici görünüşü haqqında, həmçinin də xasiyyəti haqqında məlumat verir bizə. Onların uzun söhbətinin nəticəsi bu oldu ki, qəza Hacı Nəsiri dolandırıb İmamverdi ilə qohum etdi. Yəni, Gülpəri burada görürsünüz Həlimə haqqında deyir ki, Həlimə adlı arvadı camalda gözəl olduğu kimi xasiyyətdə də gözəl idi. Amma Gülpəri onun tam əksidir. 2 gündən sonra Hacı Nəsir Gülpərini evinə arvad gətirdi. Gülpəri evdəkilərin hamısı ilə kobud rəftar edirdi. Hətta get-gedə onun zülmü artırdı. 10 ildən ziyadə Hacı Nəsirə xidmət edən bir nökər bu rəftara daha davam gətirə bilməyib qulluqdan çıxdı. Nurəddin olmasaydı,
Qulluqçu Bahar da çoxdan çıxıb gedərdi. Biz burada Bahar obrazını kimdən eyniləşdirə bilərik? Müsibət Fəxrəddin əsərində Hürü nənə obrazı ilə. Çünki Hürü nənə də deməli səadətə görə getmirdi. Hacı Nəsir bu işləri görüb ikinci dəfə evlənməyə çox peşman idi. Bir gün Nurəddin evə gec gələndə Gülpəri hirslənib onu döyməyə başladı. Bu halda qəflətən Hacı Nəsir qapıdan içəri girdi və Nurəddini Gülpərinin əlindən alıb qeyzlənmiş dedi: "Ay yaramaz, mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim ki, sən də o yaxşılığın əvəzində bu uşağı analıq edib qayğısını çəkəsən. Yoxsa onun üçün cəllad olasan. Bundan sonra səni bu evdə bir gündə saxlamaram." Bunu deyib cəld Hacı Nəsir bazara tərəf getdi. Bu ittifaqdan yarım saat keçməmişdi ki, Hacı Nəsirin dükanda ürəyi partlayıb vəfat etməsi xəbəri gəldi. Hacı Nəsirin üçü çıxan kimi, deməli üçü çıxandan sonra Gülpəri Nurəddinin üzündən öpə-öpə əlinə pul verib deyir: "Oğlum, daha dərsdən qalma, dur məktəbə get." Yol uzun Nurəddin Gülpəri barədə fikir edirdi. Atam öləndən bəri Gülpəri mənimlə çox mehriban dolanır. Əvvəldən belə olsaydı heç atamın da bağrı çatlayıb ölməzdi. Bu fikirdəykən Nurəddin gəlib məktəbə çatıb. Nurəddin elə düşünür ki, Gülpəri artıq ona qarşı belə deyək də rəftarını dəyişibdi, amma əslində belə deyildi. Deməli baxaq. Gülpərinin belə dəyişməsinə səbəb Nurəddinin zənn etdikləri deyildi. Gülpəri yaxşı bilirdi ki, özünün övladsız olmasına görə Hacı Nəsirin cəmi mal dövləti tək Nurəddinə qalacaqdır. Və də o da uşaq olduğundan hər ixtiyar qəyyum əlinə keçəcəkdir. İndi hiyləgər qadın bu qəyyumluğu axtarırdı və məramına da çatdı. Nurəddin evlərinə qaydanda bunu deməli Nurəddini Bahar əhvalatdan xəbərdar edir. Nurəddin Gülpərinin dəyişməsini indi başa düşdü. Bahar dedi: "Qorxma. Nə qədər ki sən sağsan, Gülpəri bir qəpiyə də əl vura bilməz və səni incidə bilməz. Çünki onda onu qəyyumluqdan çıxararlar." Nurəddin səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Kəndə getməyə hazırlaşırdılar. 3 gün idi ki, Gülpəri səfərə yığışırdı. Deməli Gülpəri 3 gün idi yığışırdı. Cəmi şeylərini sandığa doldurub özü ilə aparmaq fikrində idi. Bahar ümid edirdi ki, Gülpəri onu da kəndə aparacaqdır. Lakin hər bir şey hazır olandan sonra Gülpəri ona dedi: "Bahar, sən şəhərdə qalassan. Evi səndən başqa heç kəsə ümid olub qoyub gedə bilmərəm." Yəni bu əslində Baharı aparmamaq üçün bəhanə idi. Güya ev ondan başqa birinə etibar edə bilməzmiş. Gülpəri bir neçə gün qabaq kağız vasitəsilə hansı gün çıxmalarını atasına məlum etmişdi. Lakin səfərinin ikinci günü gəlib ora çatanda vağzalda nə atasını, nə də bir tanış adam gördü. Gülpəri nökəri Cəfəri göndərib 2 fayton tutturdu. Faytonun birinə nökəri və şeyləri qoyub, o birinə də Nurəddin özü oturdu və qorxa-qorxa yola düşdü. Gülpərini qorxuya salan dağlar arasından və meşələr içindən keçən yollardır ki, onlarda çox vaxtı soyğunçuluq ittifaqı düşərdi. Deməli Gülpərini qorxudan buydu. Meşənin qurtarmağına 2 vers qalmış, bir atlı yaraqlı adam Cəfərin qabağını kəsdi. "Dayanma, dayan, tərpənmə, atdan düş, yoxsa odladım. Əmraslan ağa, atma, mənəm." Deməli biz burada görürük ki, Əmraslanın adı ilk dəfə nökər Cəfərin dilindən səsləndirilir. İlk dəfə, yəni Cəfər onun adını deyir. Gülpəri bu səsi eşitcək, sevinib qışqırdı: "Əmraslan, əmioğlu sənsən, nə yaxşı gəldin. Bəs atamanı gərək fayton tutub qabağımıza gələydi. Bilmirəm, kağızım gəlib çatmayıb, ya başına bir iş gəlib." Əmraslan dedi: "Mənim sizin gəlməyinizdən xəbərim olmamışdır. Özüm də evdən səhər çıxmışam. Yəqin ki, əmimin indiyə kimi gəlib çıxmamağına səbəb körpünü sel aparması olmuşdur." Bunu deməli Əmraslan ehtimal edir. Sonra faytona minib Gülpəri ilə gizlin söhbətə başladı. Artıq biz bundan sonra Əmraslan haqqında danışılanları görək. Yəni Əmraslanın uşaqlığından danışılır burada. Əmraslan İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Bundan başqa Tanrıqulunun övladı olmamışdı.
Ona görə də valideyni Əmraslanı əzizləyib ərköyün böyütmüşdü. Deməli, ərköyün böyümüşdü. Belə tərbiyənin nəticəsi tezliklə ortaya çıxdı. Əmraslan 9 yaşına çatanda atası onu mollanın yanına oxumağa apardı. Başqa hansı əsərdə molla yanında oxuyan obraz var? Deməli, Aldanmış Kəvakib povestində Yusif Sərrac obrazı. O da molla yanında oxuyur. Bunu buradan analogiya eləyə bilərik. 3 gündən sonra Əmraslan məktəbdən qaçır. Deməli, Tanrıqulu bir-iki adamın məsləhətinə görə oğlunu daha sonra şkolaya qoyur. Əmraslan şkolada çox davam etmir. Uşaq, nadinc uşaq müəllimləri təngə gətirmişdi. Axırda yoldaşlarının birini yaralamağın üstündə Əmraslanı məktəbdən xaric eləyirlər. Deməli, Əmraslan məktəbdən xaric olunur. İmamverdi Əmraslanın oxumayıb belə bitərbiyə qalmasından çox narazı idi və bu barədə qardaşını müqəssir bilirdi. Əmraslan 16 yaşına çatanda ata-anası dalbadal vəfat eləyir. 1-2 ilin ərzində yaramaz oğul atasından qalanların hamısını kefə, qumara qoyub tələf edir. İmamverdi nə qədər çalışsa da, qardaşı oğlunu pis yoldan qaytara bilmir və axırda onunla bilməli əlaqəsini kəsib evinə qoymadı. Nə qədər əlində dövlət var idi, Əmraslan Gülpəriyə yaxın düşmürdü. Elə ki, yoxsullaşdı, Gülpərini almaq fikrinə düşdü. Lakin İmamverdi nə qədər mən sağam, bu iş baş tutmaz deyə onun təklifini rədd etdi. Gülpərinin könlü əmsi oğlunda idi. Ona görə də qoşulub qaçmaq istəyirdi. Lakin Əmraslan bu əmrə razı deyildi. Çünki onun fikri deməli, Gülpərini almaq deyil, əmsinin dövlətini ələ almaq idi. Pis yola öyrənmiş Əmraslan yavaş-yavaş oğurluğa, yol kəsməyə qurşandı. İndi faytonda əyləşib Gülpəri ilə söhbət edən Əmraslan belə hərfdir. Həmçinin İmamverdi Əmraslanın bu cür olmasında qardaşını müqəssir bilirdi, çünki ona ərköyün böyütmüşdülər. Kənddə bir neçə gün qalmışdılar ki, bir gün Əmraslan onlara gəldi. İmamverdi baba o bir otağa keçdi. Orada nə baş verdiyini Nurəddin bilmədi. Ancaq oradan İmamverdi babanın qışqırığı gəlirdi. Bu ittifaqdan 3 gün keçmiş, Gülpəri atasından izinsiz kəbinini kəsdirib Əmraslana ərə getdi. Gülpəri gətirdiyi şeylərin hamısını özü ilə bərabər apardı. Nurəddin İmamverdi babanın yanında çox gözəl, xoşbəxt vaxt keçirirdi və şükür edirdi ki, Gülpəri onu özü ilə aparmadı. Əfsus ki, zavallı Nurəddin üçün bu xoşbəxtlik çox çəkmədi. Gülpəri nədənsə fikrini dəyişdirib Nurəddini öz yanına aparmaq istəyirdi. Lakin İmamverdi baba əsla buna razı olmurdu. Nəhayət İmamverdi baba istər-istəməz razı oldu. Çünki bunu razı olmasına səbəb qəyyumluğa görə idi. Nurəddin də Əmraslanın evinə köçdü. Az bir müddətdə Əmraslan Gülpərinin əlindəki nəqd pulunu alıb qumara, kefə tələf etdi. Həmçinin bu hekayədə həm Əmraslanın, həm də Nurəddinin uşaqlığından danışılır. Bir gün İmamverdi babanın iflic azarından dili tutulma xəbəri gəldi. Gülpəri və Əmraslan cəld geyinib getdilər, amma Nurəddini aparmadılar. Gecə Əmraslan ilə Gülpərinin söhbətindən Nurəddin anladı ki, İmamverdi babanın dili tutulubsa da hələ ölüm haləti yoxdur. Bu xəbərdən Nurəddin şad olub öz-özünə dedi: "Yox, Əmraslan məni öldürsə də, səhər sübhdən qaçıb babamı yoxlamağa gedəcəyəm." Bu fikir ilə Nurəddin yatdı. Səhər tezdən geyinib bağçaya girdi ki, gizlincə İmamverdi babagilə getsin. Nurəddin qəflətən Əmraslan ilə Gülpərinin səsini eşitdi. Cəld kolun içinə girib gizləndi. Əmraslan Gülpəriyə deyirdi: "Sənə deyirəm ki, zəhər verməkdən başqa çarə yoxdur. Yazıq baba, bu zalımlar sənə zəhər vermək istəyirlər. Yox, qoymaram. Nə yaxşı oldu ki, bunların fikrini bildim." Deməli, burada Nurəddin elə zənn eləyir ki, onlar İmamverdi babaya zəhər vermək istəyirlər. Nurəddin bu fikirdəykən Əmraslan başladı. İndi yaxşı fürsətdir. Əmmin dili tutulub, xəstəlikdə yatır, Bahar da ki uzaqdadır. Kimə gərəkdir ki, Nurəddin nazlardan öldü? Əslində, buradan anlaşılır ki, bu plan Nurəddin barəsində qurulur. Bu sözləri eşidəndə Nurəddinin rəngi qaçıb, tükləri biz-biz durdu. Yazıq uşaq qorxusundan nəfəsini içinə elə çəkmişdi ki, deyəsən bir ruh idi. Nurəddini göndərəcəyim ki, həyətdə quyudan su çəksin. O su çəkdiyi halda daldan itələyib quyuya salacağam. Hamıya deyərik ki, quyudan su çəkdiyi yerdə özü düşüb boğulmuşdur. Hərgah razısansa, de bu axşam əmələ gətirim. Gülpəri cavab verdi ki, bəs razıyam.
Deməli, Gülpəri zəhər verməyə razı olmadığı üçün bu plan dəyişilir. Belə deyir ki, yəni Nurəddini su quyusuna atacaq və bu axşam onlar bu planı həyata keçirəcəklər. Əmiraslan və Gülpəri getdilər. Birazdan sonra Nurəddin kolluqdan çıxdı. O yan bu yana baxıb qorxa-qorxa yola düşdü. İndi daha mən İmamverdi babanın yanına niyə gedim? O özü ölüm halında ikən məni bu zalımların əlindən necə xilas edə bilər? Yox, qaçıb özümü Bahara çatdırmaqdan başqa bir çarə yoxdur. Bunu deyib Nurəddin sürətlə meşəyə tərəf üz qoydu. Ancaq yolu azıb meşədən çıxa bilmədi. Gün batan zaman bir şaxlı budaqlı ağac tapıb üstünə çıxdı ki, gecə orada yatsın. Nurəddin əvvəl gözlərini açanda harda olduğunu bilmədi. Sonra huşu özünə gəlib ağacda yatdığı yadına düşdü. Qarğaların səsinə yol ilə gedən qoca bir dilənçi oraya gəldi. Nurəddin bunu görüb ağacdan düşmək istəmədi. Yolçu dedi: "Ağacdan düş oğlum, mən səni evinizə apararam." Nurəddin bu təklifdən qorxub titrəyə-titrəyə belə cavab verdi: "Mənim evim yoxdur əmi. Mən atasız, anasız bir yetiməm." Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxarıb Nurəddinə verdi. Nurəddin alıb şirin-şirin yeməyə başladı. Aclığını bir qədər dəf edəndən sonra başına gələn bəlalı hadisələri dilənçiyə nağıl etdi. "Əmi, məni evimizə çatdırsan, Bahar sənə hər nə istəsən verər" deyə Nurəddin dilənçiyə yalvardı. "Qorxma oğlum, səni aparıb evinizə verərəm. Sizin şəhər buradan xeyli uzaqdadır." 12 gündən sonra yolçular gəlib böyük bir şəhərə çatdılar. Deməli, Cənnətəli xəstə olduğuna görə Nurəddini dilənməyə göndərir. Yəni ehtiyac üzündən dilənməyə göndərir. Nurəddin indiyə kimi heç vaxt əl açıb dilənməmişdi. Bir-iki küçə dolandısa da həya edib bir kəsə əl uzada bilmədi. Küçələrdən birini keçərkən ayağı büdrəyib yıxıldı. Bu halda bir fayton iti gəlirdi. Faytoncu atları saxlaya bilməyib Nurəddini vurdu. Bunu görcək adamlar qışqırışıb yürüşdülər. Nurəddini götürdülər və Rəhimin faytonuna qoydular. O da minib dedi: "Tez sür evə." Rəhim şəhərin məşhur cərrahını çağırdı. Həkim Nurəddinin yaralarının yerlərini yuyub sarıdı və dedi: "Qorxulu yarası yoxdur. 5-10 günə sağalıb durar." Uşağı soyundurub yumağa məşğul oldular. Rəhimə Nurəddinin boynundan parça tikilmiş bir dua çıxartdı. Bu duanın parçası həm çirkli, həm də köhnə olduğundan təzə parçaya tikmək məqsədi ilə cırdı. İçindən bir balaca kitab çıxdı. Kişi, gör bu nədir deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb dedi: "Şükürlər olsun, axırda tapdım." Sonra özünü uşağa tutub dedi: "Sənin adın Nurəddindirmi oğlum?" "Bəli" deyə Nurəddin zəif səslə cavab verdi. Bunu eşidən Rəhimə soruşdu: "Kişi, sən bunun adını hardan bildin?" "Rəhimə, bu uşaq axtardığımız Hacı Nəsrin oğlu Nurəddindir. Bu əlimdəki də sənə nağıl etdiyim Gülüstandır." Nurəddin sağalıb ayağa durmuşdu. Rəhim və Rəhimə Nurəddindən bu dilənçilik halına düşmələrinin səbəbini ancaq indi soruşdular. Nurəddin başına gələni nağıl etməyə başladı. O nağıl etdikcə rəhimdil qocalar ah çəkirdilər. Nurəddin nağılı tamam edib Rəhimdən təvəqqə elədi ki, onu evlərinə, Baharın yanına göndərsin. Deməli, Nurəddinin Rəhimdən istəyi bu olur. Rəhim Nurəddinin kitabını əlinə götürüb dedi: "Oğlum, bu kitabın əhvalatını bilirsənmi?" "Bəli, atam söyləyibdir" deyə Nurəddin cavab verdi. "Oğlum, o Rəhim mənəm. Bahar səni mühafizə edə bilməz. Sən razı olsan, Bahara da yazaram, gələr." Nurəddin bu təklifi qəbul etdi. Rəhim Nurəddini Edadi məktəbinə qoydu. Bir dəfə dərsdən qayıdarkən Nurəddin küçədə Cənnətəlini gördü. Çox sevindi, onunla görüşdü. "Sən mənə yaxşılıq etdin, indi mən sənə yaxşılıq edəcəyəm." Cənnətəliyə təzə libas geyindirib bağçaya bağban qoydular. Deməli, biz burada görürük ki, aşağı təbəqədən birinin yeni vəzifəyə təyin olunması. Bu başqa hansı əsərdə var? Aldanmış Kəvakib əsərində Yusif Sərrac obrazını deyə bilərik. Daha sonra Salur Qazanın evinin yağmalanması boyunda Qaraca çobanı deyə bilərik ki, yəni o da çoban idi, amma sonda Qazan xan ona vəzifə verir. Bir axşam Nurəddin Rəhim və Rəhimə ilə çay içdiyi zaman Bahar qapıdan içəri girdi və Nurəddinə təəccüblə çaşmış bir halda baxıb dayandı. Nurəddin cəld qalxıb dedi: "Bahar, məni tanımırsan?" Bu sözü deyib özünü onun üstünə atdı. Bahar ancaq indi ayılıb dedi: "Vay, Nurəddin sağ imiş." Nurəddin sağ imiş. Bunu deyib Nurəddini bərk qucaqladı. Bahar biraz rahat olandan sonra dedi: "Nurəddin, bilirsənmi? Səni hamı, hətta divan da ölmüş bilir.
Bir də gördüm ki, Əmraslanla Gülpəri budur, gəldilər. Evin yerdə qalan şeylərini də yığışdırıb kəndə göndərdilər və mənə dedilər: "Sən indi bizə lazım deyilsən." Bu nağıl etdiyimiz zamandan düz 10 il keçdi. Rəhimin evində böyük qonaqlıq tədarükü görülürdü. Bu qonaqlıq Nurəddinin Edadi məktəbini bitirməsi münasibətilə yoldaşlarına verdiyi ziyafət idi. Axşama 2 saat qalmış qonaqlar dağılmağa başladılar. Nurəddin də özünü bir qədər havaya vermək üçün şəhər bağına gəzməyə getdi. Axşam vaxtı külfət hamısı çay süfrəsində hazır olan vaxt Nurəddin içəri girib dedi: "Ata, sizə bir qonaq gətirmişəm. Təvəqqə edirəm qəbul edəsiniz." Deməli, edərəm oğlum, de içəri gəlsin. Nurəddin çıxıb bir dilənçi arvadın əlindən tutub içəriyə saldı və dedi: "Ana, bilirsənmi bu dilənçi arvad kimdir?" "Gülpəridir" deyə Bahar qışqırdı. "Bəli, Bahar, Gülpəridir." Nurəddin Gülpəriyə tərəf döndü və dedi: "Gülpəri, indiyə kimi mənə etdiyin zülm və cəfanın əvəzində mən sənin bütün təqsirindən keçib bağışlayıram." Bunu eşitcək Gülpəri ağlaya-ağlaya Nurəddinin ayağına yıxıldı. Nurəddin Gülpərini qaldırıb oturtdu. Gülpəri başladı: "Doğrudur, sənin dövlətinə sahib olmaq istəyirdim. Ancaq ölümünü istəmirdim. Məni yoldan çıxaran o şeytan Əmraslan oldu. Sonra səni ölmüş bilib malına sahib olduq. 1-2 ilin ərzində Əmraslan pulları qumarda uduzub qurtardı. Sonra əvvəl şəhərdəki və ondan sonra kənddəki evləri satıb tələf etdi. Hər şey əldən çıxandan sonra Əmraslan məni qovub, özü də qaçaq dəstəsinə qoşuldu. Bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı. İndi o gündən küçələrə düşüb dilənçilik edirəm." Gülpəri başını aşağı salıb yenə ağlamağa başladı. Rəhim dedi: "Oğlum, indi rahat ola bilərəm. Çünki mən sənə verdiyim tərbiyənin meyvəsini bu gün gördüm. Mən səni oğulluğa götürməklə böyük bir hünər etmədim. Çünki mən ancaq yaxşılığa yaxşılıq etdim. Bu hər kişinin işidir. Amma sən yamanlığa yaxşılıq etdin. Bu isə ancaq sənin kimi ər kişinin işidir." Bunu deyən Rəhim Nurəddini qucaqlayıb öpdü. Deməli, buradan görürük ki, əsər epik növdə, hekayə janrında yazılıb, üçüncü şəxsin dilindən verilir hadisələr. Əsərin ideyasına deyə bilərik ki, yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir. Əsər xeyrin şər üzərində qələbəsi ilə yekunlaşır. Bütün hadisələr Nurəddinin taleyi ilə bağlılıq təşkil edir. Əmraslan və Nurəddinin simasında uşağa verilən tərbiyənin nəticə verməsi öz əksini tapmışdır. Nurəddin yaxşı tərbiyənin, Əmraslan isə pis tərbiyə almış uşağın nümunəsidir. Bu günlük bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.